Hə, deməli, mənim öyrəndiyim ən böyük şeylərdən biri nədir? Pul vaxt deməkdir. Pul vaxt deməkdir. Məsəl üçün, nəyisə yemək istəyirsən, o 7-8 manat eləyir də, deyək ki, düzdürmü? Gedəcəksən, elə bil ki, necə deyim sizə, daha ucuz variantını axtaracaqsan, nə bilim, başqa bir şeylərdən başını qarışdıracaqsan. Aha, bir də gördün ki, elə o qiymət elədi. Bilirsiniz, yəni məsəl üçün, arada su da alırsan, baxmada su ehtiyacın yaranır, nəsə alırsan filan, gəlir elə o qiymət eləyir. Bax, pul budur dostlar, pul budur. Pul verirsən, vaxtına qənaət eləyirsən. Amma bir şey var ki, hər dəfəsində vaxta qənaət eləmək də nəticə vermir və nəticə vermir deyəndə ki, özün də elə bil ki, heç qənaət də eləyə bilmirsən. Məcburiyyətdən qənaət eləyə bilmirsən. Ona görə də sərf eləməli olursan. Yəni, çox maraqlı bir şeydir bu. Sadəcə, yəni, nə bilim, yəni özünüz fikirləşində. İndi məsələn, mən belə gəzirəm və bilmirəm ki, mənim pulum olsaydı gəzərdim. Çox qəribədir. Sırf pulsuzluğa görə gəzmirəm, amma ki, heç də vaxtıma qənaət eləyərdim. Amma da faktiki olaraq yəni budur da məndə vəziyyətində. Hə, bilim. Məncə pul söhbət deyil bu. Həyatın özü belədir də, həyatın özü belədir. Hamı da varlı doğulmur ki, düzdürmü? Varlı olanda nə olur ki? Yəni, hər varlı da şey deyil ki,